Yəni Ömər ibn Abdüləziz bir gün minbərdə xütbə verəndə insanların çoxluğunu görür və xütbəni yarıda saxlayır, aşağı inir. Yenə dostları deyirlər ki, ey Ömər, niyə belə elədin? Niyə xütbəni yarıda saxladın? Deyir, insanların çoxluğu məni qorxutdu, deyir. Təsəvvür elə, demir ki, maşallah, əlhamdülillah, bizim dəvətin bəhrəsidir. Bizim dəvətin bəhrəsidir ki, bu qədər adam gəlib mesidə. Necə insanlar var bu gün, miskindilər. Danışır, hər gün danışır. Hər danışanda deyir ki, bizim dəvətin bəhrəsidir 97-dən. Bizim dəvətin bəhrəsidir filan illərdən. Biz əziyyətlər görmüşük, biz belə eləmişik. Hər xütbəsində deyir. Məqsəd nədir? Murad nədir? Niyə bunu belə eləyirsən ki? Qorxmursanmı ki, Allah subhanahu wa ta'ala 97-lərdən 2026-lara qədər çəkmiş olduğun o dəvət həyatı ki var, gedərsən Allahın önünə ki, Allah azza və cəllə sənə sual verər ki, nə üçün bunu eləmişdin? Sən deyərsən ki, ya Rabbi, sənin kəlimən uca olsun deyə. Sən deyərsən ki, ya Rabbi, sənin dəvətin uca olsun deyə. Allah sənə desə ki, sən yalan danışdın. Sən onu etdin ki, insanlar desinlər ki, maşallah, bu dəvət filan kəslərdəndir, bu dəvətin bərəkəti filan kəslərdəndir. Sən yalan danışdın. İnsanlar daha çox o alimdir desinlər deyə etdin. Qarşılığını da onlardan al deyib Allah azza və cəllə səni cəhənnəmə atsa. İnsan məgər bu mənzərədən qorxmur. Halbuki Peyğəmbər sallallahu aleyhi və səlləm bizə bunu xəbər verib aleyhissalatu və səlləm. Onlar necə də qorxublar, sələflərimiz necə əməllərini gizlədiblər. Bugün baxırsan ki, insanlar rahat bir şəkildə etdiyi bütün əməllərdən danışmağı özlərinə bir fərasət bilirlər. Adam gəlir, oturur bir məclisdə, əlhamdülillah deyir, 20 dənə aliyə baxırıq deyir. Filan tələbələri biz oxuduruq deyir. Filan kəslər bizim əlhamdülillah biz göndərmişik oxumağa. Filan kəs belə, 20 dənə ailə bizim üzərimizdədir, 30 dənə ailə bizim üzərimizdədir. Əslində şeytan ona necə gəlib? Sağdan gəlib, insanları təşviq etdə deyir. Denən ki, 20 ailəyə biz baxırıq. Bu dünyada nə qədər xeyrə çatsa, nə qədər şöhrətə çatsa, nə qədər sən insanlar içərisində, hətta vələv ki, xeyirlə yad edilsən. Desələr ki, maşallah, Əhməd bilirsən nədir? Əhməd müsəlmanların problemi Əhmədin üzərindədir. Maşallah, Əhməd belə, Əhməd elə. Vallahi sənin Allah qatında bir dəyərin olmadıqdan sonra gecə gündüz denən ki, Ömərdən yoxdur. Gecə gündüz denən ki, Ömər maşallah, əlhamdülillah, Ömər dəhşətdir. Mənə bir faydası ola bilər bunun. Əgər bir insanın Allah qatında heç bir qədir qiyməti yoxdursa, əgər bir insan Allahın qatında dəyərini itiribsə, bütün insanlar onu tərifləsə, bütün insanlar gecə gündüz ona tərif eləsələr, o insan üçün məgər bir faydası ola bilər? Mümkün deyil. Bizim üzərimizə düşən şey Allah azza və cəllənin yanında, Allah qatında özümüzü dəyərə mindirməkdir. Allah qatında dəyəri olmayan insan, əmin olun ki, hətta vələv ki, vallahi nə qədər insanlar tərifləsələr də, günün birində Allah o insanları rəzil edir. Sən bir insanı xeyirli insan olaraq bilirsən, sonda görürsən ki, Allah onu rüsva etdi. Niyə belə oldu? Bəzən təəccüblənirik. Axı bu insan xeyirli insan idi. Axı bu insan malını Allah yolunda xərcləyirdi. Axı bu insan dəvətdə öndə idi. Axı bu insan gecə-gündüz insanları xeyrə çağırırdı. Nə oldu bu insana? Bizim bilmədiyimizi aləmlərin Rəbbi olan Allah bilir. Bizim bilmədiyimiz şey var idi onun içərisində. Bizim bilmədiyimiz xəstəlik var idi onun içərisində. Biz bilmirdik, amma aləmlərin Rəbbi olan Allah bilirdi. Bizim xəbərimiz yox idi. Və mə tuxfis sudur, Allah onun sinəsində olanı bilirdi. Ya'lemu xainətel əyuni və mə tuxfis sudur. Allah onun gözünün arxasında olan xainliyi bilirdi. Allah onun sinəsində gizlətdiklərini bilirdi. Sən mən bilmirdi yaxı. Allah bilirdi və Allah subhanahu wa ta'ala da onu cəzalandırdı. Necə alimlər deyirlər ki, riyakar insanın deyir, ən böyük bədbəxtçiliyi oradadır ki, deyir, heç bir zaman deyir, görə bilməzsiniz ki, insanlar riyakar olan insanları sevsinlər. Nə qədər belə insanlar olub? Gəlir danışır, biz belə, biz elə, bizdən yoxdur, biz belə, biz 97-lərdən başladıq, biz Allah yolunda başımıza bunlar gəldi, belə oldu, elə oldu. İnsanlar bir-birlərinə baxırlar ki, yəni görəsən o qəlbdə niyə görə ona qarşı bir məhəbbət yoxdur? Niyə insan danışır fəzilətindən, amma qəlbdə ona qarşı bir sevgi oyanmır? Amma bir insan düşün, vallahi baxırsan ki, bir məclisdə 50 nəfər, 100 nəfər adam var. Sən həmin bir müsəlman görürsən orada. Allah azza və cəllə onun sevgisini sənin qəlbinə yerləşdirir. Üstündən illər keçir, gəlirsən o məclisə, deyirsən ki, sizin aranızda belə bir qardaş var idi. Halbuki bəlkə də səninlə əssəlamu aleykum, aleykum sələmdən başqa aranızda heç bir diyaloq olmayıb. Qardaşlar deyirlər ki, o vəfat etdi, o Allaha qovuşdu, belə oldu, elə oldu. O bilirsən necə bir adam idi, falan əməlin sahibi idi, falan işi görmüşdü. Elə əməllər elirdi ki, hətta burada olan müsəlmanlar onu bilmirdilər. Elə xeyirli işlərin içərisində idi ki, filan kəslər bilmirdilər. Səni gəlib o insanı
İllər sonra o müsəlmanlardan soruşduran kimdir? Aləmlərin Rəbbi olan Allah. Çünki bir qul Allah qatında dəyərə mindi mi, Allah onu qullarının gözündə dəyərə mindirəcək. Allah qəlblərdə onun üçün sevgi oluşturacaq. Nə qədər müsəlman qardaşlarımız vəfat edib, vəfat edəndən sonra məlum olub ki, subhanallah, sən demə filan ailələrə baxan bu adam imiş. Sən demə filan tələbələrə oxudan bu adam imiş. Sən demə İslam dəvətinə yardım eləyən bu adam imiş. Fəqət insanların çoxu bunu bilmirdi. Amma nə qədər insanlar olub ki, onlar mən eləmişəm. Mən bu dəvətdə öndə olmuşam, mən filan ailələrə baxmışam, deyib, sonda baxmışsan ki, sən demə bu insanın içi boşluqdan başqa, danışmaqdan başqa bir şey deyildi və baxırsan, şahid olursan, görürsən ki, insanların qəlblərində də belə insanlara bir sevgi, bir məhəbbət yoxdur.